Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu dəyərli izləyicilər. Bugün mən sizə Uca Allahın 3 başqa adı haqqında məlumat verəcəm. O adlar Əl-Xaliq, Əl-Bəri, Əl-Musavvir adlardır. Bu adlar Quran-ı Kərimdə hər üçü bir ayədə Həşr surəsində cəm olunmuşdur. Ayə belədir. Uca Allah buyurur ki, Huvallahul Xaliqul Bəriul Musavvir lehul əsmaul husnə. O Allah ki, o xaliqdir, yoxdan var edəndir və yaratdıqlarına surət verəndir. Onun gözəl adları vardır və yaxud gözəl adlar ona məxsusdur. Bu adların hər birinin dəlalət etdiyi məna var. Əl-Xaliq adının mənası yaradan deməkdir. Əl-Bəri adının mənası yoxdan var edən, icad edən deməkdir. Əl-Musavvir adının mənası isə yaratdıqlarına surət, şəkil və forma verəndir. İbn-i Qayyim Rahiməhullah bu adlar haqqında danışaraq gözəl şəkildə bunlara izah etmişdir və təfsir etmişdir. Buyurur ki, Allah Azze və Cəllə bir şey yaratmaq istədikdə kainatda onu təqdir edər, ona lazım olan ölçünü verər və sonra onu yoxdan var edib və ona istədiyi surəti verərək onu yaradar. Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu.